Ben burada durmuştum, bak burada. Ve traktoru sürene de kışkırırdım ki evdeyik, içindeyik, evin içindeyik, uçurma. ...31 illik ailə həyatımda mənim uşaqlarım üst-üstə toplasan 10 il ataların görüblər ya görməyiblər. Dənizdə işləyir. Yəni zülmlə biz bu evi tikmişik. Melisapar şirkəti mənim yoldaşımın ili günü imkan vermədi ki, biz burada evdə Quran oxutduraq. Çıxdım ağlaya-ağlaya, yaylığımı attım traktor sürənin ayağının altına ki, nə olar imkan verin biz bugün bu Quranı oxutduraq, Yasin oxutduraq. Onlar da dedilər vur. Vur, vur. Biz buranı uçurtmalıyıq və salam. Birbaşa çöldən çıxa bilirik. Çölə çıxışımız var idi. Ay. Başını qaldırdı, üzümə baxdı. O anda divara vurdu bir dənəsini. Divar uçdu gəldi, bacımın qolunun üstünə töküldü daş. Sonra çöndərdi, gəldi, buradan vurdu. Buradan vuranda şüşə qırıqları töküldü, mənim biləyimi doğradı. Mən oradan özümü attım o tərəfə. Oradan özümü attım o tərəfə, düşdüm aşağı ki, traktorun qabağına gedim ki, dur da, dayan. Mən biləm, dağılmış yerə atacağım. Hə, WhatsApp-ım var. Dedi, bu nömrənin WhatsApp-ını al. Traktoru sürdü üstümə, traktorun kəpçəsini çalosunu qaldırdı, düz tutdu mənim başımın üstündə. Başımın üstündə tutdu, üzümə də baxdı, güldü, döndü, çıxdı, getdi, sürətlə getdi, saxladı traktor o başda. Melisa Parkın da bütün işçiləri, hamısı maşınlardan bərüzdə, o tərəfdə yox, maşınların qabağında durub, hamısı bizə baxır. Bura nə edirlər, keçmiş jurnalistlər bölgəyə.